Meyxanaçı Orxan Lökbatanlı bir neçə gün əvvəl yayılan ölüm xəbərindən danışıb. İki sahilin məlumatına görə ifaçı qonaqcanlı proqramının açıqlamasında bunları deyib. Səs tellərimin üstündə şiş var idi. Kəsilib götürüldü. Əməliyyat olunduğum gün verilişdə olmalıydım, amma gedə bilmədim. Veriliş heyətinə video atdıq ki, yalançı deyiləm. Götürüb yazdılar Orxan ölüb. Şükür ki, həmin xəbər yayılan zaman valideynlərim ailəm yanındaydı. Kənarda olsaydılar nə olardı bilmirəm. Valideynlərim yaşlı insanlardır. Sonra da sağ olsunlar. O bir hansı sayt idi bilmirəm, hansı bu dırnaq arası saytlardan idi. Götürüb paylaşıb ki, Orxan ölüb. O mən videoda çəkdim, onunla bağlı danışdım. Buradan da demək istəyirəm bütün o saytlara ki, elə şey eləmiyor. Bugün də şükür edirəm ki, o xəbər yayılan məqamda, həmən saniyədə, həmən saatda yaxşı ki, ailəm, uşaqlarım, atam, anam yanımdaydı. Məsələn, yaşlı adamlar da atam, anam və yaxud evdəkilər olsun, mən olmayan yerdə o xəbəri eşitsələr, gör nə günə qalar insan. Buradan yəni demək istəyirəm ki, o heç yaxşı şeydir.